2008-ci ildə yeni təhsil proqramları tətbiq edilərkən qiymətləndirməni tətbiq elədilər. Bunu kim gətirdisə, o qiymətləndirməni tətbiq edən təbii bu Azərbaycan müəllimini və Azərbaycan məktəbini nüfuzdan salmaq üçün qurulmuş bir quyu idi. Baxın, biz o vaxta qədər fikirləşirdik ki, bax indi müəllim doğrudanmı çörək yeyir, müəllim doğrudanmı yatır, müəllim bir güləndə bizə qəribə gəlirdi, müəllim ürəkdən bir güləndə filan və s. Amma biz 2008-ci ildən sonra baxdıq, gördük ki, müəllim kimdir? 20 qəpik gətirir, 10 qəpik gətirir, kağız pulu gətirir, printer pulu gətirir, nə bilim, test pulu gətirir, ofisin gətirir, filan gətirir, ofisi. Bunun yanına görürlər ki, açıqlıqda süpürgə pulu gətirir, filan şeyi gətirir, filan şeyi gətirir. Bitib tükənməyən pullar. Hə, tələblər qalxdı və nəticə etibarından Azərbaycan məktəbində məktəb nüfuzdan düşdü, müəllim nüfuzdan düşdü. Məhz bu qiymətləndirmə ki, yoxdur sistemi. Üstəgəl də təhsili idarə edənlər üçün də böyük bir çörək tabağıdır. Günün bugünün özündə də. Sizin deməyinizdən mən belə başa düşdüm ki, 20 il bundan qabaq müəllimə qoyulan hörmətlə indi müəllimə qoyulan hörmət arasında dağla dərə qədər fərq var. Bəli, bəli. Birinci növbədə bu qiymətləndirmə ilə başladı. Bu qiymətlərə yazılan qiymət bəli, summativ filan olursun. Bax, bugün dünyanın ən aparıcı təhsil sistemlərində ya ballı konkret olaraq da, ya da ki, rəqəmlərlə. Məsələn, Almaniyada bizim əvvəlki o Sovet sistemində olanda biraz tərsinədir. Bizdəki Sovet sistemində vardı 2, 3, 4, 5. Almaniyada tərsinədir. Məsələn, bizə əvvəl ən yaxşı qiymət əla 5 idi. Orada ən yaxşı qiymət 1-dir. Orada 5-dən başlayır. Məsələn, Amerikanın ştatlarında fərqli-fərqlidir. Deyək ki, A, B, C, D var. Məsələn, orada var A, B, yəni 4-lə 5-in aralığında. Məsələn, 10 ballıq, 9 ballıq Azərbaycan da bir müddət bunu tətbiq elədi bir neçə rayonda. Mən vaxtı ilə rayonların birində müəllim işləyəndə həmin 9 ballıq sistemlə, qiymətləndirmə sistemi ilə bir 2 il işləmişəm və çox yaxşı bir sistem idi. Və heç olmasa bizim o 5 aldığımız dövrlər vardı, 4-5 aldığımız dövr. İndiki qiymətləndirmə də qətiyyət. Amma sizin dediyiniz mənə aydın olmadı. Qiymətləndirmə sistemi nə üçün pul yığılmasına səbəb olsun? Baxın, əvvəla qiymətləndirmə nədir? Ümumiyyətlə, təhsil özü nədir? Təhsil sistemləşdirilmiş bilik, bacarıq, vərdişlərin mənimsənilməsidir və nəticəsidir. Təhsildə hökmən nəticə yoxlanılır. Nəticə nəyin vasitəsilə yoxlanılır? Qiymətləndirmə ilə. Bu qiymətləndirmə təhsildə şərtdir. Düzdürmü? İndi, bax, bu kağızı vermədik, printeri vermədik. Printerin rəngi var. Testi keçirmək üçün biz deyirik ki, bax, deyirik ki, buradan get filan məntəqəyə nə maşın veririk, nə yol pulu veririk, nə 2008-ci ildə yeni təhsil proqramları tətbiq edilərkən qiymətləndirməni tətbiq elədilər. Bunu kim gətirdisə, o qiymətləndirməni tətbiq